Və son olaraq DİM-də bizim qarşımıza çıxa biləcək sual tiplərindən biri də bu olurdu ki, məsələn 44-cü çalışma var, səhifə 124-də 44-cü çalışmada deyir ki, əlamətlərdən biri üzrə irsiyyətin aralıq xarakteri müşahidə olunduğu halda hər iki əlamətə görə heterozigot olan fərdlərin dihibrid çarpazlaşması nəticəsində hibridlərdə neçə fenotipik qrup alınır? Baxın, burada biraz vəziyyət fərqlidir. Nə deyir? Deyir ki, hər iki əlamətə görə heterozigot dihibrid çarpazlaşmadır. Yazırıq. Hər iki əlamətə görə heterozigot dihibrid çarpazlaşmadır. Ancaq əlamətlərdən biri üzrə irsiyyətin aralıq xarakteri müşahidə olunur. Yəni, natamam dominantlıq var. Deyək ki, birinci əlamət üzrə natamam dominantlıq var. Ya bunu yenə də uzun Penet cədvəli quraraq hesablayarıq, ya da ki, monohibrid çarpazlaşma kimi götürərik birinci əlaməti. Yazırıq. Böyük A, kiçik A çarpazlaşır. Böyük A, kiçik A ilə. Nə nəticə alırıq? Böyük A, kiçik A, yenə də böyük A, kiçik A. Daha geniş yazaq ki, qaranlıq qalmasın bizə heç nə. Və böyük A, kiçik A, yenə də alırdıq. Böyük A, kiçik A və kiçik A, kiçik A. Əgər bizə desəydik ki, burada tam dominantlıqdır birinci əlamətə görə, onda biz deyərdik ki, burada iki fenotipik qrup var. Bir böyük A əlamətinə görə olan bir qrup, bir də kiçik A resessiv əlamətlərə görə olan bir fenotipik qrup. Ancaq yadınızdadırmı, biz natamam dominantlığı keçəndə deyirdik ki, orada 3 fenotipik qrup alınırdı, gecə çiçəyi misalında. Burada natamam dominantlıq var birinci əlamətə görə. Böyük A qırmızı rəng verirdi. Böyük A, kiçik A çəhrayı olurdu və iki kiçik A'lar bir yerə düşəndə ağ rəng alınırdı. Demək ki, burada 3 fenotipik qrup var. Deməli, yazarıq 3. İndi ikinci əlaməti çarpazlaşdırırıq. İkinci əlamətimiz nədir? Böyük B, kiçik B çarpazlaşır böyük B, kiçik B. Burada isə tam dominantlıq müşahidə olunur, düzdürmü? Ona görə nəticəmiz fərqli olacaq. Böyük B yenə çarpazlaşır böyük B, kiçik B ilə və yenə də alırıq. Böyük B, kiçik B və iki kiçik B-ni birləşdirəndə alırıq kiçik B-lər. Baxın, neçə fenotip var burada? Artıq 2 fenotip var. Tam dominantlıq olduğuna görə, böyük B də dominant əlamət olduğuna görə, böyük B əlaməti üzrə bir fenotipik qrup və kiçik B resessiv əlamətləri üzrə ikinci fenotipik qrup olduğuna görə vurarıq 2-yə. Təmizləmə işləri aparaq. Nəticəmizi yazırıq. 3 vur 2. Demək ki, burada neçə fenotipik qrup alınırmış? 6 fenotipik qrup alınırmış.